Doğru mülahizələri müəyyən edin. Monitor ekranındakı piksellərin ölçüsü alınan təsvirin keyfiyyətinə təsir etmir. Bu fikir doğru deyil. Çünki ekranda olan piksellərin ölçüsü nə qədər kiçik olarsa, ekranda alınan görüntünün keyfiyyəti daha yüksək olur, daha dəqiq olur. Bu fikir doğru deyil. İkinci, monitorun seyrəklik qabiliyyəti alınan təsvirin keyfiyyətinə təsir edir. Bəli, bu fikir doğrudur. Seyrəklik qabiliyyəti ekranda olan piksellərin sayıdır və bu say nə qədər çox olarsa, ekranda alınan təsvirin keyfiyyəti daha yüksək olur. Üçüncü, monitorun ekran diaqonalının ölçüsü düyümlə ölçülür. Bəli, bu fikir doğrudur və bir düym də 2,54 santimetrdir. Monitor daxil etmə qurğusudur. Bu fikir doğru deyil. Monitor xaric etmə qurğusudur. Monitor fərdi kompüterlərin əsas tərkib hissələrindən biridir. Bəli, bu fikir doğrudur. Və ekrandakı nöqtə nə qədər kiçik olarsa, təsvir o qədər kobud alınır. Bu fikir doğru deyil. Çünki nöqtə nə qədər kiçik olarsa, təsvir o qədər daha dəqiq alınır. O qədər daha yüksək keyfiyyətdə alınır. Doğru mülahizələri müəyyən edin. Doğru cavab 2, 3, 5.